Sünnədə. Sonra Əməvi hakimiyyəti dönəmində məsələn o Şam əhalisinin dediyi sözlər çoxdur. Burada bunları biz gizlətməklə, mən əhl-i sünnə olsam məsələn, mən bunları gizlətmərəm. Niyə Ömər? Niyə gizlətmərəm? Çünki bir şiyə və yaxud bir elə əhl-i sünnənin içində bir qardaş götürər onu oxuyar, açar oxuyar, problem deyil. Yəni onda da qabağıma irad qoyar. Bunları gizlətmək acizlikdir. Niyə gizlədilir bu? Bu mənə çatmır. Qardaşım, burada bu şeylər üçün hərəsinin bir səbəbi var. Elələri var ki, belə bir görüşdə də ki, sahabəyə dil uzatmaq filan gətirirlər, susurlar. İkinci bir tərəfi var ki, adam tanımır, bilmir. Həqiqətən bilmir, oxumayıb. Amma əhl-i sünnənin bu məsələni pisləmə mövqeyi var. Pisləyib, qədimlər pisləyiblər. Bu olan şeylərin heç birinə razı olmayıblar. Bəziləri sadəcə məsələnin üstündən Abu Adəm rişxəndə eləyir. Amma əslində bu Muaviyyə dində düşmənçilik. Mən İslamda düşmənimin adını birini deyirəm sənə. Abu Adəm, Muaviyyəni, Osmanı, hamısını başına oyun açıb alladıb və bu gündə sən yaşadığın, Abu Adəm sənə aid edirəm, sən yaşadığın dini yaşayırdın. O da Mərvan ibn Həkəmdir. O, Allah ona lənət eləsin. Gör nə qədər ağıllı olur ki, Osmanı da alladır, Muaviyyəni də alladır, gəlir axırda özü xəlifə olur. Yəni bunlardan danış, sən o dini yaşayırsan, Abu Adəm. Buyur Ömər. Mərvanın da etmədiyi zülüm qalmayıb, etmədiyi zərərlər qalmayıb. Sünnədə hələ ona bir tərif deyən kişi görmədim. Ona tərif deyən, tərif başa düşməyib onda. Mərvana kafir deyəndə düşmüşlər üstümə, Ayşə, Mərvana kafir deyəndə. Mərvan özdə Muaviyyənin sağ əl olub baxır, niyə elə deyirsiniz? Muaviyyənin, Osmanın, bütün o deyirəm alladıb da onları, konkret alladıb. Hələ bunların baxışı ilə deyirəm, əhl-i sünnə olsam, baxışla görürəm ki, ikisini də alladıb. Və axırda da Muaviyyəni öldürüb, yəni Yezidin oğlun. Muaviyyəni, ikinci Yezid. Söyləyin aşağıdan qardaş da, övrət yeri ilə İslamı müdafiə edirsiniz. Bu qardaş, bu nə deməkdir qardaş? Ya girirsə ədəbinizlə girin, qulaq asın. Kimdir, kimə söyürlər, bir dənə baxım, kimi söyür? Ağızlarına gələrsə danışılır. Olmaz qardaş elə şeylər eləmək. Bayaq mən ona görə qalxmışam ki, müəyyən şeyləri samir, müəyyən şeyləri eləmə. İşıqlandır, amma eləmə, çünki ətraf fərqli görür məsələləri. İnsanların baxışları fərqlidir. Mən sildim, söyüş deyəndə C-dir də, mən sildim. Nədir məsələ? O hər yerdə var. Bütün insanları tanıyanlar biri söyüş söyəndi, biri özünü tanımayandır. Biz onları neyini ki, atırıq səs. Bu aydın məsələ deyil, sadəcə deməliyik də yenə. Atırıq səs, sizə çıxıb edirlər işlərin dalıyca. Biz o həyatda da onları ignor atırıq belə də. Neyini deyir? Qardaş, gedin, Mərvan ibn Həkəmi araşdırın. Peyğəmbər sallallahu aleyhi və aleyhin qucağına verirlər ki, bu uşağa bir dua edə. Deyir, Allah bu lənətli oğlu, məlun oğlu məlunu götürün mən qucağım. Bunu kim verib mənə? Gedin bunu bir oxuyun. Sonra Mədinədə necə onları qavalayır. Sonra onlar necə qayıdır. Sonra gəlir necə hakimiyyətə düşür və onun oğlu Əbdüləziz ibn Həkəm, Mərvan ibn Əbdüləziz. O necə gedir Quran hərəkələtdirir Həccac ibn Yusifə. Belə oxuyun da bir, bunu əlimizdən alan var. Yo yazıb burada biri nöqtə işarəsini olan var, saqqallı oğlan burada yazıb. Abdülaziz ibn Həmidin, İbn Həmidin, Muaviyyə ibn Abu Süfyan müdafiəsi kitabı var. Oxumuşam, 2 dəfə oxumuşam. Ömər danış, ya aşam danış. Gəlir özdə də axırda xəlifə. Ona mən belə baxıram. Şam qardaş. Hay Ömər, səni haqq da, batil də bəllidir. Sadəcə bunu işıqlandırma məsələsi var. Ömər, səni Muaviyyə sevən kimi tanıyırlar arkadaşlar. Muaviyyə sevmir, Ömər Muaviyyəni sevmir, bunu bilin. Ay Hüseyin Müslim. Yəni məni bildiyi Samir haqqı deyir deyə o da oldu şiyə.
Elə haqqı deyənlərə həmişə şiə demişsiniz da onda. Ay Hüseyn Müslim. Haqqı deyənləri bax belə ayırmışsınız özünüzdən. Adlar qoymusunuz. Rafizi, Nasibi, 100 dənə adlar çıxartmışsınız özünüzdən. Bunlara deyirəm ki, 4 məzhəb var. Siz əhl-i sünnət yolu deyilsə, 4 məzhəb də onları müsəlman görüb də, şiələri nə məsələdir? Siz görmürsünüz. Deməli, əhl-i sünnət yolunda deyilsiniz də. İbn Teymiyyə də şiələri müsəlman görür. Siz hansı yoldasınız? Nasibi yoludur da bu. Ay Samir, məsələləri qarışdırma da, amma Samir. Şeyini başqa tərəfə. Ay Samir, bu kitab səndə var. Ay Samir. Məsələn, tarix hissəsindəsən. Samir, bu kitab səndə var, mən bu kitabı tapamıram. Bunun PDF-i var səndə. PDF yox, kitab alındadır o şey, müaviyyənin müdafiəsi. O birisi məsələ də Ömər, düz deyirsən. Yo, bu bura qoyduğun şey deyirəm. Bunu yox, şeydən 10 cilddir, 10 cild. Trendyoldan zakaz eləyə bilərsiniz, məndə yoxdur. Bu bir dənə zakaz verdi ha mənim əvəzimə, nə olar? Mən eləyə bilmirəm də bunu. Hayır ha. Gör Trendyoldan zakaz eləyə bilən varsa, çerez Pramut Azərbaycana gəlmir də, çerez kargo gəlməlidir. Eləyə bilən olsa bunu İstəyirlər. Ben Azərbaycan da istəyirəm. Tarixi türkçə oxuyanda onlar biraz türkçədə biraz şey. Bu türkçədir. Eyb yox, nəsə. Oldu, çıxdım. Ay Ömər, özün yaxşısan. Hatta Öpürəm səni. səni artıq şey bilmirlər. Səni bizdən bilmirlər. Yəni haqq sözü deyəm. Valla mən sizin məsələyə qarışmıram. Billah qarışmıram. Bax, sən Müslim, haqqı demək. Yəni mən 40 dəfə olub ki, şiələrin içində haqqı deyirəm. Sünnilərin də içində gəlim haqqı deyirəm. Mən özümü müsəlman, mömin bilirəm. Sizdə bir hədis var, bir nəfərin fikri var, deyək kim özünə desə ki, mən möminəm inşallah, o kafirdir. Mən elə alimləri rədd eləmişəm, oxumuram. Mən oxuyuram o dini ki, o dində haqqı tapım. Bunu mənim ay Hüseyn Müslüm, dədəm ya babam gətirib ki, bu dini. Peyğəmbər sallallahu aleyhi və aleyhi gətirib. Ayşan, bir dənə Abu Hafs'ı salamlayaq. Salam aleykum. Salam aleykum, Abu Hafs. Necəsən qardaş? Bir dəqiqə çıxma, Hişam, sən çıxma. Necəsiz qardaşlar, nə var nə? Yaxşı olasın. Ay Abu Hafs. 4 məzhəbin əhl-i sünnədir də. Bir də İbn Teymiyyənin şiələr haqqında təkfir elədiyi haqqında nəsə varmı ortada? Bir dənə ondan görə. Bunlar təkfir eləyir. Mən deyirəm əhl-i sünnə yolunda deyilsiniz də siz. 4 məzhəb, bir də İbn Teymiyyə nə deyim şiələr haqqında? Ümumidə. Təkfir eləməyib, bəli. Bunlar nəsə təşvir edir. Bu hansı nasibi yolu deyil bu. İndi bu əhl-i sünnə yoludur. Əhl-i sünnə yoludursa biz hansı yolu seçməliyik? Bu 4 məzhəb Ay Samir qardaş, nasibilik gərək çoxdun ortalığa. Nasibilik deyil o. Təkfir məsələsində aşırıya girənlər adları başqadır. Onlar nasibi deyil. Onlar xavaricdir. Onlara oxşayanlardır. Fərqli şeylər də Samir qardaş. O Hər şey nasibilik deyiblər bəs. Qoy bilə görə Abu Hafs nə deyiblər? 4 məzhəbi İbn Teymiyyə nə deyib şiələr haqqında? Abu Hafs. Samir. Ay Samir. Bu Abu Hişamı da Adəm saxlayırsan burada. Hişam olanda biz Necə? danışmırıq bir-birimizlə bu barədə. Hişamı da boşuna saxlamırsan, deyirsən Hişam deyən. Hişam getsin, söhbət edəcəm sənə. Oldu Hişam. Salam aleykum, getmək istəsən. Mən zorla qavaladı zaba biləsiniz. Mən deyirəm getmə. Sən nə deyirdin sən? Hişam. Sən bizdən dedim, Abu gördün. Adəm qoşulmaq istəyir. İndi çıxacaq Alparslan Mala studiyasının production'ı davam edəcək. Gözləyirəm görüm Abu Adəm Alparslan variantı nə edəcək? Ayşe, nə edirik? Biz elm tələbələrini dinləyirik də. Abu Hafs elm tələbəsidir. Abu Hafız, salam aleykum. Aleyküm salam. Necəsən, nə var, nə yox qardaş? Vallahi elhamdülillah, çox sağ ol. Sən necəsən? Allah ilə nəbə rəhmət eləsin, atdan yazasın. Sağ ol qardaş. Bax, Maşallah, yaxşı olasın. Allah sən canım, bir dənə sən ki oxumusan, mən səndən bir xahiş edirəm. Heç kim yox, Mərvanın uşaq vaxtından Rəsullaha verilib dua, ona bəddua eləməsi və sona qədər danışa bilərsən bizə tək Mərvandan. Burada az qalırlar Mərvandan yana bizi təkbir edir.
Mən ümumiyyətlə Əməvilərin içində normal adam az tanıyıram. Allah səndən razı olsun. Başqa nə deyim qardaş? Yəni mən nə deyim? Yox, biz Əhlüsünnə məzhəbini öyrənmək istəyirik də 4 məzhəb. Bir də İbn Teymiyyə şiələr haqqında nə deyib, bir dənə onun içində Abu Hafs elm tələbəsi. Qardaş, batiniləri falan çıxmaq şərti ilə digərlərini müsəlman görüblər də. Batinilər qulat şiələr, onu şiələr də kafir görürdü, o heç. Hələ yəni onları çıxmaq şərti ilə digərləri müsəlman görürlər. Üzr istəyirəm Abu Hafs sözü ki. Samir, mən bayaqları deyəsən Azərbaycan dilində qeyd elədim bunu ki, ümumi gətirilən qayda başqadır. İstir sünni olsun, istir şiə olsun. Fərdi olaraq İslamdan çıxış edən əməllər görsənərsə, o zaman ciddi onun üzərində söz tətbiqi olunar. Bunu bayaq mən dedim axı. Sən eyni şeyi istəyirsən, yenə desin o. Fərd üzərində fərqli şey görə bilərsən sən. Fərd üzərində. İstir sünni olsun, istir şiə olsun. Fərqi yoxdur bunun. Ümumilikdə bax görsən qulat gətirdi orada. Qulatları heç şiələr də özləri müsəlman görməyib. Bir çoxsu. Düzdürmü? İndi qardaş, sən qulatla şiəni nədə ayırırsan? Onun qulatlığının və yaxud da əsl şiə etiqadında olduğunun əməlləri və yaxud da sözləri izhar olana qədər. Ondan sonra bilirsən. Düzdürmü? Demək ki, mən özümə şiə deməklə şiə olmuram. Onu izhar edən əməllərim olmalıdır, sözlərim olmalıdır ki, bilinsin ki, qulatam yoxsa yox. Düzdürmü? İkinci keçir, qulatla hansı mənaya girir? Qulat kimlər sayılır? Bunlar hamısı ayrı-ayrı mövzulardır. Ümumi gətirdiyi 4 məzhəbi sən bayaq deyirsən ki, siz deyirsiniz ki, kafirdirlər, amma 4 məzhəb deyir ki, müsəlmandırlar. Ümumi şiə üçün deyilən qayda, gətirilən qayda, yəni tək bir fərddə fərqli tətbiq olunur. Bu şiələrdə də bu cürdür. Şiələrdə də bu cür. Şiələr səni Mən bir müsəlman söz görür. deyib çıxmaq istəyirəm, doğrudan çıxıram Ömər. Hə qardaşım. Asla bir nəfər bu var ya, bu yazan kim idi bilmirəm. Bu de bu cüzzə. Ay cüzzə yazan, sən İmam Mehdini söyürsən aşağıda. Sən Mehdi əleyhissalamı söyürsən, küfür edirsən. Sən bunu dindən xəbərin var sənin. Sən din bilirsən nədir? Sən İmam Mehdi əleyhissalama bax, qabağına çıxana anasına, bax, hətta bacısına, cəmaata söyürsən. Sən yəni dindən xəbərin var, İslam dinindən. Ya təkbirlə, söyüşlə din təbliğ eləmək istəyirsən. Ayşəm bir şey bilmək lazım ki, Peyğəmbərin söyüşü söyüş sayılmır. Hədə yəni ayıb deyə adam 2 dənə müsəlman söhbət, mən bununla qarşı tərəfi müstəzəb bilirəm. Və mən hələ bir dənə əhl-i sünnəni təkvir elədiklərim, höccət qaldırdıqlarımdır. Sən çıxmışsan atda burada söyüş yazırsan, mən bəlkə də deyirəm burada söyüş yazanların prosto bura mutiliya üçün gəlib cəmaata söyüş yazıb bir-birinə qırdırmaq istəyənlərdir. Ayıb olsun. Hər kəsin evində ana var, bacı var. Qardaş, mən bax, sən mən Qum şəhərini neynirəm, qardaş? Əsas odur ki, dilimizin altında yatan dilimizə, özümüzə bir müğayət olaq. Qutardı, getdi. Sən söyməklə din yaşanmaz. Samir nə deyir ki? Bilirəm mənə yazmır, qardaş, o düzdə prosto demək istəyirəm, söyüş söymək olmaz. Deyirsən İmam Mehdiyə söyüş söydü də orada. Mən də gördüm. Söyüş nədir, qardaş? Bir dənə Ayşəm, Abu Hafs'a sual veriblər. Deyirlər, Abu Hafs, yalan deyirsən, o harada yazılıb ki, ümumidə, bax, Ömər dediyi kimi, şiələr müsəlmandır. Yalan deyirəm. Necə? Deyirlər, yalandır. Hansı kitabda yazılıb ki, o? Aleyküm salamca. Sırf İbn Teymiyədən bilmək istəsə, Məcmu Fatavada var. İbn Teymiyyə barədə sırf əgər söhbət İbn Teymiyədən gedirsə. Amma ümumən yəni bütün əhl-i sünnət alimləri şiəni müsəlmanların firqələrindən bir firqə olaraq görürlər. Sadəcə bidət əhli görürlər. Və belə deyək də, batinlilər, İsmaillər falan çıxmaq şərti ilə digərlərini heç kim təşvir eləməyib əhl-i sünnətdən.
Aya bab, sənin Muaviyə fikrin nədir? Neytral. Yəni bir sahabə kimi. Bildim. Bəs Yezidə fikrin nədir, ay elm tələbəsi qardaşımız? Gözdə fikrim mənfidir. Elm tələbələrinin hissəsindən danışmışam. İnanırsan, Muaviyə düşmən olanlar var ki, eləsinə var Ömər mən vaxtçatda, Ömər mən o danışıb da, elm tələbəsi. Məndən də düşmən adamlar var, Bula elə bir tək mənəm. Qardaşım, kimlisə düşmənçiliyi qəbələ eləyək də bir insanın rəğbət bəsləməmək, sevməmək bu düşmənçilik anlamına da gəlmir ha bir çoxsunda. Bunu da deyim sən Samir. Adam var ki, dilin qoruyur sadəcə olaraq niyə görə? Çünki məsələnin ona aidiyyəti olmadığı üçün havalə edir Allah Subhanahu wa Taala'ya. Necə ki, qədimlərdən, ululardan bunu eləyən oldu. Nə tərifləmir, nə pisləmir. Eləsi var ki, sadəcə olaraq o pisliklərin dilə gətirir və kitablarında da qeyd edir. Düzdürmü bu Hafs qardaş? Elələri də var. Bəli, bəli. Elələri də var ki, bunu Əshab-ı Kiramdan görür və onun üçün radiyallahu anhu deyir. Dediyində də baxırsan ki, görüşlərinə, baxışlarına, yəni adam havadan demir, əsərlərə dayanaraq deyir. Əsərin səhih olub olmaması və yaxud da hansı şəkildə müdafiə olması bu o özü ayrı bir mövzudur. Bunlar hamısı ayrı-ayrı mövzulardır. Bunu pisləyənin də özünə məxsus dəlil və necə deyirlər, görüşləri var. Amma bu neytrallığı niyə saxlayırlar bilirsənmi? Ay Samir. Çünki qiyamət günü Allah Subhanahu wa Taala səndən nə Muaviyə soruşmayacaq, nə Yezid. Amma o demək deyil ki, səndən soruşulduqda mövqeyi saxlayarsan ki, mən və yaxud da ki, başlayasan Yezidi tərif etməyə. Soruşulacaq, ay Ömər, kim? Nə var, mən yaxşı səndən. Yox, kim deyir soruşulmayacaq ki? Hə. Soruşulacaq. Allah Subhanahu wa Taala deyir. Allah Subhanahu wa Taala nələr haqqında soruşacağını deyib. Deyim də sənə. Allah və Rasulü deyib. Quranda deyir ki, bütün əməllərimizin sorğu-suala çəkiləcək. Və kitab nədir veriləcək sol əlimizə, sağ əlimizə? Bütün əməllərimizi mən mövqe bildirərəmsə, bu olar mənim əməlim. Bildirmərəmsə və bu şeydə Allahın rızasını axtar. Dinlə də qardaş. Sözümü kəsmə ki, bərəkətsiz olmasın. Əgər bir kəs mövqeyin saxlayarsa, məsələnin açıq nas üzrə olmadığını qəbul edərsə və onun üçün məsələ aydın olmazsa və bunun halın, ümumi məsələnin heç bir fikir bildirmədən Allaha havalə edərsə, Allah Subhanahu taalanın vəsf etdiyi möminlər bunlardır. Yox, cavab verəcək ona görə. Niyə? Hə. Haqqı demir. Samir %100 sən 14 əsr sonra olacaq bir hadisəyə görə cavab verməyəcəksən. Haqqı Mövqe bildirə bilərsən, yanlışlıqlar əgər varsa orada İslama onları bildirə bilərsən, işıqlandıra bilərsən, şəxslərin fərd olaraq hansı sahabənin fəziləti gəlib onu deyə bilərsən, yanlış görüşləri olubsa fiqhi baxımından və digər baxımdan onları bildirə bilərsən. Bunlarda bir qəbahət yoxdur bildirməkdə. Amma bunu mövzuli bayraq edib gecə gündüz, yəni ancaq mövzu budur və İslamımızı bu dəyişib desən, onda belə çıxır ki, Allah Rasulü 14 əsr bundan qabaq vəsf elədiyi ki, hansı ki qiyamətəcək mənim dinim olacaq. Bunu Peyğəmbər s.ə.v-in hədisinə qarşı çıxmış oluruq. Muaviyyənin dönəmində ola bilər kimsə hansısa bir yanlışlıqlar, hansısa bir şeylər sızıb kitaba, harasa, nəyəsə, bu hansı firqədə yoxdur ki? Şiəliyin özündə baxırsın ki, hədislər var ki, deyir ki, qulaq hədislərini biz qəbul etmirik. Yox, siz də danışmalısınız. Hansı firqədə yoxdur şeylər? Deyirəm də, bu məsələni siz də danışmalısınız, Ömər, nə üçün? Ona görə ki, deyirsiniz, din insanlar tərəfindən gəlib bizə, insanlar tərəfindən oxuna, yaddaşlara verə-verə gəlib çıxıb bizə din. Deyirsiniz, dini də hər adamdan götürməyin. Dini də yaşadığınıza baxın, kimdən götürmüsünüz və ona uyğun yaşayın. Yoxsa hər yaşadığınız din bilərsiniz. Mənim qardaşım, Əhl-i Sünnənin, bugünkü Əhl-i Sünnə, İbn Teymiyyədən, İbn Həcərdən, İmam Əhməddən, nə bilim, digərlərindən götürür. Sən bunlara etiraz mı edirsən? Yox, deyirəm, din kimdən gəlir? Dindən kimi. Onu araşdırmalısın. Hansı din yaşayır? Hamısının kitabında Muaviyə dönəmində olan alimlərin əsərlərindən keçir. Hamısının. Hə. İbn Həcər Nəsaidən tutmuş ta hamısına qədər. Bunların içərisində məsələn
Beyhaqqidir və digərləri bəyəm mühəddis olduqları halda bəyəm bilmirdilər ki, bu hadisələr baş verib, onlar əsər yaza bilməzdi. Bu qədər mühəddislər yekə böyük bir bablar ayıra bilməzdi ki, İslamda belə bir hallar baş verib. Məsələn, Mərvan haqqında necə deyirlər? Cuplayırlar Mərvanın qabırğasına. Mərvan üçün deyirlər və digər Əməvilər üçün deyirlər. Bir Muaviyə məsələsində deyirlər, amma onun təkfiridir, lənətidir və digər şeylər məsələsində mənim qardaşım nadir barmaqla sayılacaq adamları görürsən. Bu o demək deyil, onlar hamısı sevib onu. Sevgisindən eləyiblər demək deyil o. İbn Həcər deyir ki, Fəthül Bəridə, onun yeri ilə götürək. Deyir ki, Əmmar hədisi, Peyğəmbərin Əmmar hədisi ki, o cəhənnəmə çağırıcı qarşı tərəfsə, o deyir, nasibilərə ən böyük dəlildir. Belə deyir, nasibilərə. Yerinə ata bilərəm onu sizə. Nasibilərə. Düzdürmü? Bilirsən niyə? Nasibilərin Sən Əmmar hədisi oxunanda nasibilərin reaksiyasını görmüsən? Heç xoşlamırlar o hədisi. Hamısı nasibi deyil, mənim qardaşım. Onlar hamısı nasibi deyil. Nasibi deyirəm, ay Ömər. Mən heç təşvir eləmirəm heç insanları. Belə şey deyirəm. Nasibilik. Mənim qardaşım, bunun haqqında bir də ayrı bir mövzu eləmək lazımdır ki, ümumiyyətlə bu firqə haqqında müsəlmanların xəbəri olsun. Bu ortadan qaldırılmış bir fikirdir. Yəni konkretlə bu ehtiqada, yəni fəxrlə, necə deyim sən, böyük şüarlarla çıxışları olan heç insanlar görmürsən. Baxırsan ki, bir adamdır, salamat etiqad sahibidir, amma onda da var nasibilik. Baxırsan ki, tutaq ki, şiədir, bizim öz etiqadımızla götürsək, biz də onların bir çoxsun, yəni tək rafiziliyi ittiham eləmirik, nasibiliyi də biz də onları ittiham edirik də. Peyğəmbər s.ə.v-in zövcələri konusunda bəzilərini deyirik də. Və Peyğəmbər s.ə.v-in təkcə Hüseynə, Həsənə, radiyallahu anhına, təkcə Fatiməyə bunlara qarşı haqsızlıq olunan mı nasibi sayılır? Ümumilikdə Əhl-i Beyt, biz Əhl-i Beyt görüşümüz, baxışımız fərqlidir. Onlarda görüşləri, baxışları fərqlidir. Bu fərqliliyi istər-istəməz birində qısıtlanma gətirir, birində genişlənmə çıxarır ortalığa. Biz ətraflı deyirik. Məsələn, deyirik ki, Ayşə radiyallahu anhaya kimsə dil uzadarsa, nasibi və digər şeylər gətirir dalın. Düzdürmü? Ay Ömər, mən səndən razı. İndi səndən Abu Hafsa sual verirəm. İkiniz cavab verin də, bəlkə biz bilmirik. Siz ücə nasibiliyi bir hamdan yaxşı bilirsiniz, nasibilər kimlərdir? İndi Muaviyəni tanıyırsınız. Muaviyə nasibidir yoxsa yox? Cavab verin də buna. Bax, nasibiliyin tərifini deyirsiniz, bir də Muaviyəni gətirin qoyursunuz ortaya. Deyirsiniz, nasibi. Nasibidir yoxsa yoxdur, deyin də buna bilək bizdə. Bəlkə bilmirik. Sən belə eləmə də, sən eynə. Sən bir dənə Əhl-i Sünnə etiqadında deyilsən, qədim Əhl-i Sünnə etiqadını qədimdən götürmürsən, qədimdən bu günləri tətbiq elədiyin, namazı öyrəndiyin, bu günləri yaşadığın dinin bir üzvlərindən, birindən gətir ki, kitablarında qeyd edilir ki, Muaviyə nasibi idi və nasibi demək nədir bu? Nasibi dedin, elə kafir dedin, ha qardaşım? Yəni Əhl-i Beytin düşməni idi, konkretdir, açıq. Ömər, çıxmaq istəyirəm. Hə, qardaşım, buyur. Cavab mənə xoşuma gəlmir. Elə bir İslam dinində Peyğəmbəri bildikdə sallallahu aleyhi və aleyhi. Ondan sonra qalan tabein, tabein, zat hamısı bizdən üstündə. Biz onlar haqqında heç nə danışanmarıq. Haqqımız çatmır. Çatır ya çatmır. Məsələn, o Quranı sifdə ilk katib olub yazıb sonra qaçıb müşriklərə qoşulan haqqında danışa bilərik ya yox. O da müsəlman olub da öncələri. Təqiyyədə, gizlədib, düzdür. Danışmalıyıq. İndi bu bir adama ki sifət gətirilir, bir məsudun nasibiliyə, möminin sifətləri var, nasibin sifətləri var, kafirin sifətləri var da sayırıq da. Bəs bunların içində başqa bir şəxs, mən ad fərq eləmir. Məsələn, Mərvan ibn Həkəm düşürsə, mən bunu deməkdən qorxmalıyam ki... Yox, qardaş, açıqdır mənsən, rahatdır mənsən. Onda bəs burada sual çıxır ki, əgər bu sifətləri qoyuruqsa, gəlin ədalətli şəkildə hər kəsə tərtib eləyək də. Niyə görə birinə eləyək, birinə eləməyək? Şam qardaş, bu gözəl deyirsən, sən?
Mən bunu hamısına bizim ümumiyyətlə fərdlərlə nə işimiz var ki? Yəni İslamımızı yaşamaq üçün o fərdlər bizim üçün şərtdirmi ki, bütün gün o fərdlərdən danışaq? Yox, bütün İslamda bəyəm İnanırsan Yəni- neçə vaxt heç TikToka çıxmıram. Dünən bilirəm. Bilirəm hayır. Mən baxıram sadəcə məsələn İslam dinində insanlar günə düşmüş ki, insanlar öz dövlətlərinin içində yaşayan insanlar bir-birini təkfir edir. Məsələn götür Pakistanı. Sünni var, Şiə var, o var, bu var. Hamı bir-birini təkfir edir. Götür İranı, bir-birini təkfir edirlər. Allah Rəsulunun gətirdiyi din bu muydu ki, biz kiminsə söz deyəcəyik, bizi təkfir edəcəklər. Belə bir-birimizi təkfir edəcək. Din budur. Vallahi belə din yoxdur. Yəni insanlar artıq səhabəyə deyim, ya nəm tabeyinə, ya hansısa bir alimə söz deməyəsən deyə ki, səni söyərlər, səni təhqir eləyərlər, səni təkfir eləyərlər deyə deyir, haqqı demə. Ya Allah Rəsulunun dini bu muydu? Əhl-i Sünnədən Ömərdən oxumuşdum bu hədisi. Deyir, kim haqqı görüb deməsə, daxilində şeytan var. Yəni onda biz neyniyək? Daxilimizdə şeytanla yaşayaq. Aleyküm salam. Mir Amin, mənə yaz da, dünən məni axtarmışsan. Mən sənə salam yazmışam. Canlıva şeyə, direktivə. Dünən eşitdim, məni axtarmışsan, ay Mir Amin. Mən Cavab yazar Ayşəm eşitdi. Proza Abu Hafs da bir dənə deyərdi də, cavabı bilərdi bizdə. Nəyin cavabını qardaş? Nasibilik nədir bildi. İndi Muaviyə nasibiliyə düşür yoxsa yox da, o uyğundur yoxsa yox, nə bilmirik biz. Deyərdim bilərdi. Qardaş, mən ümumiyyətlə, indi məni tanıyan da bilir inşallah ki, mən ümumiyyətlə kim hansı firqə müsəlmandır, kafirdir və yaxud kim nasibidir, deyil. Mən bütün bu şeylərin hamısını Əhl-i Sünnətin alimləri üzərindən yaxınlaşıram, elə qəbul edirəm. Yəni, Əhl-i Sünnətdən kimsə Muaviyə nasibi deyibsə alimlərdən, Əhl-i Sünnətin qəbul elədiyi bir görüşdürsə nasibidir. Yox, deyilsə deyil. Deyənlər var, ay Abu Hafs. İstəsən atarım sənə. Yox, belə bəzi alimlərin dediyini bilirəm. Bəzi alimlərin bilirəm, yəni mövqeyini. Mən ümumi bir görüş olaraq, ümumiyyətlə yəni mənim üslubum budur da, belə deyək, dindəki üslubum budur ki, mən həmişə cümhura baxıram. Cümhur hər hansısa bir məsələdə nə deyirsə, çox vaxtı yəni ona meyl eləyirəm. Aşağıda yazır, məni birinci Pöysərin söz sayılmır. O ki, üzünə gəlib söyə bilmirlərsə bir insanı. Qıraqda söyən nə sayılır, insanlar bilir də. Yerim bəlli, üzümü açıram, söyə bilir, gəlsin üzümə söysün. Söyə bilmir, arxada söyür. Mən də 5 qat, özü bilir, söyəni mən də söyürəm 5 qat. Söyülməyi xoşlayan söysün. Özünün söyülməyini xoşlayan söysün nə qədər istəyir. Mən də 5 qat artın söyürəm. Mən kimlə çəkinmirəm, bir şey eləmirəm. Bu qədər. Mənim sadəcə anlamadığım, ümumiyyətlə insanlar bu öz məzhəblərə, ümumiyyətlə Şiə özünkünə, məsələn, Əhl-i Sünnə özünkünə, niyə bu futbol komandası tuturmuş kimi yaxınlaşırlar? Kim hansı yöndən çıxış edirsə, məsələn, özünə Əhl-i Sünnə deyənlər, Şiə əgər müsəlmandır və yaxud təkfir olunur, Əhl-i Sünnət alimlərinə baxsınlar da. Bu futbol komandası deyil ki, azərkeşlik eləmirik ki. Bunlar futbol komandası kimi baxırlardı dinə. Bir də adam qoyublar. Mütləq o təriflənməlidir. Təriflənməyib də İslamda, mən neyniyim? Söyəndə qələt edir böyüyün ağzı ilə. Burada deyirəm. Burada nə var ki, çətin bir şey. Raket söymürlər, ya bir şeydə hər nə. Söyənib söysə deyirəm. Qələt edir, deyirəm böyüyün ağzı ilə. Birənci söyə bilir. Arxadan nakişilik diyor. Arxadan nakişilik deyirəm hərəkət etmək. Başın nə var ki, uşağı da versən söyə bilərsən ekran arxasında. Buyur. Samir, prosta bir sən niyə anlamıram? Bax, biz Abu Hafs Əhl-i Sünnədir, mən də. İkimizə də belə bir sual qoyursan, belə deyim sənə ki, abidir yoxsa yox. Bu, sənin bu sualın doğru bir sual deyil, Samir.
Bu doğru qoyulacaq, yəni platforma sualı deyil. Bax, görürsən qardaş necə cavab verdi? Əgər bunu görənlər varsa demək ki elədir, yoxdursa demək ki elə deyil. Bunun haqqında bir şey ki deyənlər olub, susanlar olub və tərifləyənlər olub. Bu üç qismə ayrılır da bunlar. Düzdürmü? Pisləyənlər, tərəfin tutanlar, bir də susanlar. Biz kibar alimlərə baxırıq, yəni qədimlərə. Mövqelərin işıqlandırıblar, məsələnin üstünə çox varmayıblar. Hansı ki Muaviyə dönəmində yaşamayıblar, sonra yaşayıblar. Yəni onları kimsə sıxar, kimsə əzər, belə bir fikir də olmayıb ortaqda. Heç Muaviyə dönəmi olmayıb, Abbasilər dönəmi olub. Amma fikirlərin hansı ki əllərində bunların fürsətlər olub, yazardılar kitablarda dönəmində, yəni hükümranlıq eləyən belə yaxşı sözü keçən alimlər olub dövrünün. Bax, məsələn, Zəhəbi kimilər qeyd eləyib, sonunda baxırsan ki, bax, qeydlərinə rağmen ehtiyat babını tutublar. Ehtiyat babını tutmaq üçün də gətiriblər nəyə? Digər, məsələn, görüşləri gətiriblər ki, bu baxımdan sevirik demirik, mövqeyimiz budur, lənətləmirik. Amma ki, bayaqları bir şiə qardaş deyir ki, Əli lənət deyib, biz də lənət deyirik. Sən Əli lənət deyib deyənə lənət deyirsən onu, yoxsa ki buna başqa tutarlı argumentlərim var. Ömər qardaşım, mən kitabdan kənara tutmuram danışanda. Oxuduğum kitabdakı İbn Əsrin tarixi idi. Yəni kitabla danışan var, kitabla. Gəlsin kitabla danışar, yoxsa ki öz havası ilə, həvəsinə, ChatGPT ilə zadla gəlməsin. Kitablar var, gətir kitabla danışıram da. Mən əgər kitabdan qırağa çıxsam, o sözümü qəbul eləməyim. Kitabdan kənara çıxmam. Mən də onu deyirəm sənə ki, bax, böyük elm əhli olan hansı ki etiqad götürüyorlar da, mərd-mərdən olublar, hər kəsə sözün promoy deyiblər, ömürlərini zindanda keçiriblər. Onlar qorxublar bəyə bu şeyləri deməyə. Yoxsa bilmirdilər mövzunu yoxsa. Mən də deyirəm bax sənə, mövqeylərin işıqlandırıblar, ardını buraxıblar Allaha. Onlar o demək deyil ki, Muaviyə dinində olublar və yaxud da Muaviyyənin hansısa bir hardasa dəyişdirdiyi bir yer varsa əgər, onu onlar müdafiə edirdilər. Hamısı üçün bunu demək olmaz axı mənim qardaşım. Məsələn, Mötəzilə firqəsində görürsən ki, bəli, müdafiə fondları var onların, başqa cür. Mötəzilərin içərisində elələri var ki, Yezid bizim ürəyimizdir, canımızdır deyir, gətiriblər, Hüseyndən də üstün çatdırırlar. Bunu biz ümumiyyətlə etiqad təməlləri doğru düzgün qurulmayan firqələrdə görürük. Adam da var, tanımır Əli. Bir saat Əlidən danışırsan, bir də görürsən. Sonra deyir ki, qardaş, bunları başa düşdümü? Bir də Əlidən söhbət elə də biraz. Amma belə başa düşmürdük ki, biz Əlidən söhbət edirik. Adam tanımır. Adam bilmir. Adam ümumiyyətlə bilmir ki, Əhl-i Beytin fəziləti nədir? Əhl-i Beyt də təkcə Əlidən ibarət deyil, axı mənim qardaşım. Digər fərdləri də danışaq. Əgər adil isə, əgər dediyimiz kimi doğrudan da haqq axtarışındayıqsa, məsələlərin hamısı işıqlandıraq da onda qardaşım. Deyirsən ki, 4 məzhəbin hansı deyib ki, filan kəslər kafirdir və yaxud da siz deyirsiniz. Deyində üstdən 5 dənə adam şiə gördü kafir deyir. Şiə də bəyəm Əhl-i Sünnə demir, kafir. Onların ki, etiqad kitabında keçir. İmamət mövzusun sən qəbul etməsən, sən bəyəm onlar üçün müsəlman olursan ki, bu günləri, bu fikirlər, bu sözlər, yəni ümmətə, İslama xeyir gətirirmi? Yox. Məsələni işıqlandırdınsa, keç digər məsələyə. Məsələn, danışdın Muaviyyədən, sən mövzun ancaq Muaviyyədir. Muaviyyədən danışdın, xeyirli, pis, işlər hamısı zikr olundu. Keç dalacan Yeziddən. Yeziddən bitirdin. Keç misal Marmana, mən nə bilim o bursuna, bu bursuna. Yezidin oğlu Muaviyyə. Atasının görüşlərinə qarşı değildi mi? Yedilər başın. Bir dənə onlar üçün. Hə. Yəni elə şeylər var ki, deyirsən nə qiyamət günü soruşulacaq. Bəli, hər bütün əməllər haqqında soruşulacaq. Allah'a and olsun, belə bir əmr, belə bir fərd, belə bir şey bizdən də Quran sünnətdə əmr olunmayıb ki, sizdən öncəkiləri deyil. Əksinə ayət var. Onların yaşadıkları onlara, sizin yaşadıqlarınız sizə. Biz o ayət, digər ayətə tabi olursa, bir digər ayətə də tabi olmalı. Niyə? İfrata girməmək üçün. İfrat çaşdırar, qoyar bizi.
İfrat bizim dilimizi, sözümüzü, bak qiyamət günü Allah Subhanahu taalanın qarşısına çıxmamıza iman gətirmişik də hamımız. Düzdürmü? Deyirəm, yaxşı ki Allah Subhanahu wa Taala özü bizi ilə imtahan edəcək. Özü sorğu-suallayacaq bizi ilə. İfrata varmırıq. Kitabda nə yazılıb onu da deyirik. Nə ifrata var? Mənim qardaşım, ifrat bilsən nə vaxt ola bilir? Bir mövzunun üstündə lazımı dəyərindən artıq çox durmaq. Bir mövzunu. İbn Əsrin tarix kitabını oxuyuram da bunu bitirməliydim yoxsa. İndi mənim qardaşım, Muaviyyəni bir dənə Alman İslamını qəbul edir Almaniyada. Muaviyyəni tanımır. Bilmir ki, belə bir şəxs var. Tövhidlə razılaşır, İslam'a giriş eləyir, anladı məsələsini və ölüm haqlayır bunu. Bundan hardan bunu Muaviyyə haqqında soruşulacaq, Ashab-ı Kiram haqqında soruşulacaq? Əksinə, sorğulamamaqda görüblər xeyri. Çünki bəzi sorğulayan alimlər xeyir gətirmədilər. Sorğulayan alimlərin bir çoxu xeyir gətirmədi. Necə xeyir gətirmədi? Yəni, əksinə yeni fitnə qapılar açıldı və yeni kitab babları açılmalı oldulara. Qədimə baxsan, bu məsələlər fərqli yanaşılıb, qardaş. Sən Muaviyyə haqqında görüşün bəllidir. Yezid haqqında görüşün bəllidir. Yezidi nədən sevə bilər bir müsəlman? Hər şey bildiyi halda. Muaviyyə mövzusunda bəlkə də onun üçün gəldiyi kimi də gələn şeylər var. Oğlu üçün gəldiyi kimi. Bəlkə də yox, müəyyən şeylər var ki, doğrudan da pis tənqidə layiq şeylər gəlir. Biz baxırıq da, yeni deyirəm, biz uzun müddət keçmiş müsəlmanlar baxırıq qədimlərin halına bu şeydir. Qədimlər necə yanaşır? Mən öz firqəmizə uyğun danışıram, heç yerliyə uyğun yox. Öz Əhl-i-Sünnə və Cəmaətin görüşünə uyğun. Durum bütün günü tərifləyim, əlbəttə ki, o da doğru deyil. Durum düşünmə ortalığı ki, bundan başqası yoxdur, bu belə eləyib, belə eləyib, belə eləyib. Qardaş, bir az tarix kitabına bax, torpaq almaqla, torpaq genişləndirməklə İslam tətbiq olunmur. Peyğəmbər sallallahu əleyhi və səlləmin fərdlərinə, ailə üzvlərinə olunan zülmlər var, keçir bunlardan hamısı. Əli radiyallahu anh. Ömər, burada yazıb ki, Samir sənin canına deyirəm ki, pox yiyib böyüyün ağzı ilə də, mən də deyirəm. Mən nə deyirəm ki? Səbirli ol da Samir. Samir, reaksiya vermə. Mənim Peysərin söz sayılmır onsa da, həmişə demişəm, bunu hamı bilir də. Qardaş, Samir, bir canlı açmısan, orada da girmişsən ağır mövzuya. Digər tərəf də. Gəlsin üzümə söysün. Söyə bir miqdarda söysə o Peysər sayılır da. Harda açılıb bu canlı? Kimin canlısıdır o? Bilmirəm, mən sinəm, maraqlanmıram heç. Deyirlər burada. Mən də deyirəm də böyüyün ağzı ilə qələt edirlər. Söyüşü də 5 qatın altında söyürəm onlara. Yəni məni söyləyən biri gözü söyləyəcək. Samir, ay Samir, bax İslam adına danışırsan, qardaş. Sən bu məsələdə ya geniş bir səbrin olmalıdır. Deyiləcək sözlərə, ediləcək tənqidlərə, veriləcək sənə rəddiyyələrə, elmi müstəvidə cavab verəsən, ya da ki, bu məsələdə yox, digər məsələlərə baş vur, axı. Bu qayda ilə özündə iman sabit qalmaz. Bu səni üzər bu hal. Bu kitabı onsuz da oxuyub qutaram. İbn Əsrin tarixidir, Əhl-i-Sünnə aliminin. Mən keçsəydim, başqa məsələlərim var, onları keçirəm, olsun, neyirəm bunları? İstəyirlər girsinlər, cəhənnəmə girsinlər, israr girsin, mənə görə maraqlandırır ki. Əfsödə nə, sən, bax, bu konu, sən bax, fikir ver, bax, qardaşım, bu məsələdə iki şey var da, sənin niyyətin haqqı işıqlandırmaq, düzdürmü? Səni bu məsələdə Allaha and olsun, yəni müəyyən kitabları oxumuşlar belə susurlar, sənə dəstək olmurlar. Bilirsən niyə görə? Çünki bu məsələyə yanaşma metodikası fərqlidir. Digər məsələ, digər tərəf, sənə bu məsələdə yalnız rafizi şiələr dəstək olur. Mən demirəm, səhv edirlər.
də. Onsuz da sənə görə müsəlman deyil. Haq, bir dənə Muaviyə lənətlədi və yaxud da kafir dedi deyənə sənin müsəlman qardaşın mı oldu bu? Sənin etiqadınla o cür deyil axı gözəl qardaş. Adil danış da ay Seyid Vüqar. Bu heç ay Ömər. Ya məsələ nədir? İbn Ləsir əhl-i sünnənin alimidir, tarix və hədislər. Bəli, bəli. Bəli. Onun kitabını Bəli. oxuyuram. Onu da bitirmişəm demək olar, qoyacam qırağa. Məni maraqlandırmır, bunlar istəyir inansınlar ona. Mən yazmamışam şu kitabı. Kitab orada, özləri yesinlər, oxusunlar da. Mən Biz oxuyuram ki, bilsinlər. Yəni mənim qardaşım, deməyim nədir sənə? Əgər burada sən nəyisə işıqlandırmaqsın, sənin Stalinoid dillərdə ruslar, dəmirdən, poladdan bir səbrin olmalıdır. Sənə deyiləcək tənqidə, deyiləcək sözə sən dəlillə cavab verməlisən. Bu dəlili də səndən qəbul etmək üçün adamlarla sərtliklə olmayacaq. Yumşaq başa sal, qardaş. Başa sal ki, qardaş, burada yanlış olub, burada düz olub, burada filan. Pedalı qoymuşsan, qardaşım, bu pedal səndən qabaqçılar basmayıb bu cür. Mən bunu demək istəyirəm. Yaxşı. Kimsə sən deyən əksin də deməyib. Əksin deməyiblər. Sağ ol, ay Abuzer. Sən kim söyür? Sən söyən var, elə qardaş. Abuzer bağlayırdı mı? Onun üçün qaldıra bilmirəm. Buyur abi, abisine sözüm var elə bir, səs gəlir səndən. Yox, qardaş, qulaq. Hə. Mən bağlayacağım. Qıvzal eləyim. Mənim üçün fərqi yoxdur. Vallahi istəyir inansınlar, istəyir inanmasınlar. Bunu dediyim, mənim onun üçün Samir qardaş. Samir qardaş. Allah'a and olsun. Bax burada Rafizinin belə pisliyini istəyən birisi deyiləm. Çünki millətimdir. İstəyərəm hamımız ortaq bir fikirdə olaq. Bir-birimizə ixtilaflı olduğumuz mövzulara girməyək. Qəşəng o qədər əxlaqa artıran, nə bilim imanı artıran mövzular var ki, hansı ki hamımızın ehtiyacı var ona. O mövzulardan. Abuzəri söyən olub burada. Kim söyüb Abuzəri ki? Abuzər deyir, mənə söyüblər burada. Kim söyüb ki? Qələt eləyər burada kimsə Abuzəri söyür. Adın çəkilməyib Abuzər burada. Sən niyə söylüyor? Səninlə nə işimiz var? Öyle söylüyor biz. Bax, sən bax elementar bir şey deyim də sənə. Bax, fikir ver mənim qardaşım. Deyək ki, bir mövzu açmısan və haqq üzərəsən. Haqq üzərəsən. Qardaşım, tənqid də olacaq, söyüş də olacaq, analayiq sözlər də olacaq, biraz pis çıxmasın, valideynlərimiz də qoyulacaq ortalığa. Buna əgər tab gətirə bilmirsə bir insan, o mövzulara girməməlidir. Çünki ondan daha vacib mövzuları var. İndi sən onsuz da şeylər bütün günü bunu deyir də. Sən də bunu deyəndə aşağıdan ancaq auditoriya halal olsun saxır ki, nə bilim, bunlar sən lazım deyil axı. Onsuz da sənin etiqadının sahibləri dəyərləndirmir bunu. Sən digər etiqadın sahiblərinin etiqadının tələbin deyirsən. Anladın mı? Bu onları xoşam eləyəcək. Amma sənə demək istədiyim odur ki, əgər bu məsələni həqiqətən işıqlandırmaq istəyirsənsə, bax qardaş, burada əhl-i sünnə də ola bilər, əhl-i şiə də. Mən öz mövqeyimi deyim. Mən sevmirəm o adamı. Oğlun vəfşə bərbad günü mənim üçün yəni yeri yoxdur adamın, Yezidin. Özün də sevmirəm. Sevmədiyim üçün qaynaqlarım həmin sənin o qaynaqlardır. Və bunun bir çoxu bu fikirdədir. Sadəcə olaraq o etiqad sahibləri var ki, sahabəni söymək olmaz. Onu sahabə görən adamları qınama. İşıqlandıra bilirsən, mövzunu işıqlandır. Eləyə bilmirsənsə fitnəyə girəcəksən, qardaş. Öz etiqadının sahibləri ilə fitnəyə girəcəksən. Onları istər-istəməz nasibi görməli olacaqsan. İstər-istəməz sənə rədd gətirənə mənfi fikirdə olacaqsan. Bu səni üzəcək, qardaş. İmanıma təsir edəcək. Mən sənə bunu demək istəyirəm. Bir dənə olar bir nəql oxuyum inşallah. Abuzər. Qaldı da bir dənə Abuzər yuxarı. Bir dənə burada nəql var. Bir dənə onu oxuyum inşallah. Oxu. Bu İbn Qayyim Rahiməhullahın nəqlidir. İbn Qayyim Rahiməhullah deyir ki, İslam əhlinə müvafiq olan, lakin bəzi təməl məsələlərdə müxalif olan Rafizilər, Qədəriyyə, Qulat Murciyə və bənzərlərinə gəlincə, bunlar bir neçə sinifdir. Birinci sinifdən olanlar, hansı ki, bəsirəti olmayan müqəllid cahillər. Belələri nə təkfir edilməz, nə fasik sayılmaz, nə də şəhadətləri rədd edilməz. Haqqı öyrənməyə qadir olmadığı zaman belələrinin hökmü ayədə zikr edilən yol tapa bilməyən kişi, qadın və uşaqların hökmü kimidir.
Allahın bunları bağışlayacağı umulur, ümid edilir. Allah Azze ve Celle əff edən və çox bağışlayandır. Bu birinci sinif. İkinci sinif, araşdırma, doğru yolu və haqqı axtarma imkanı olan, lakin dünya və dünyəvi şeylər səbəbilə araşdırmayanlar. Belələri etimadsızdır və əzaba layiqdir. Üzərinə vacib olan gücü nisbətində Allahdan qorxmaq kimi bir şeyi tərk etdiyi üçün günahkardır. Belələrinin hökmü bəzi digər vacibləri tərk edənlərin hökmü kimidir. Əgər bidəti sünnətindən çox olarsa, şahidliyi qəbul edilməz. Əks halda şahidliyi məqbuldur. Üçüncü sinif isə araşdırıb haqqı tapan, lakin təqlid və təəssüb səbəbi ilə yaxud da haqq əhlini sevmədiyi, düşmən olduğu üçün onu tərk edənlər. Belələri ən yaxşı halda fasiq sayılırlar. Təkfirləri isə ictihad mövzusudur və təfsilatı vardır. Əgər bidətini açıqdan elan edib, dəvət edirsə, şahidliyi, fətvaları və hökmləri rədd edilər. Buna güc çatarsa, şahidliyi, fətvası və hökmü də rədd edilər. Yox, əgər onların toplumunda hakim olub, məqamları istila etməsi kimi zəruri bir hal olarsa, qazilər, müftilər və şahidlər onlardan olarsa, bu halda şahidliklərinin və hökmlərinin rədd edilməsindən böyük fəsadlar doğar. Və bu da mümkün olmaz və zərurət səbəbi ilə qəbul edilər. Yəni, burada İbn Qayyim Rəhməhullah Rafizi və Qulat Murciyənin əslən təkfir edilməyəcəyini deyir. Və hətta haqqı araşdırmaqdan aciz adamın fasik belə sayılmayacağını deyir İbn Qayyim Rəhməhullah. Açıq aydın burada vurğuluyur birinci sinifdə. Haqqı bildikdən sonra inkar edənlərin təkfirini də ictihada bağlayır. Və bu deyir ki, yəni təfsilatlı mövzudur.
Sen de sen Hasan yatır. Mən də eşit deyildim. Evet. Yox, Məhəmməd çıxdı da dindən. Fedi xəbərin yoxsa ayəni dəyəş çıxmadı.